Eyni ərazi və yenə də yaşıllıq məhv edilir. Paytaxtın Xətai rayonu Gəncə prospektində müəmmalı yanğın hadisəsi baş verib. Özü də neçənci dəfə. İddialara görə yanğın ərazidə bina tikilməsi üçün törədilir. Cənnəti cəhənnəmə çevirdilər. Gəldilər, burada gözəl, bir çox gözəl bağlar var idi burada, qəşəng yer idi burada. Yaşıllıq, quşlar, əsl cənnət idi. Artıq 6-cı dəfədir ki, Xətai rayonu Gəncə prospekti 25A ünvanında yaşıllıq ərazi yandırılır. Nə yandırılan adam tapılıb məsuliyyətə cəlb olunur, nə də yanan ağacların yerinə yeniləri əkilir. Paytaxtda növbətdə və yaşıllıq soyqırımı həyata keçirilib. Hamısı başladı yanmağa, bura qədər çatdı. Yəni böyük, hardasa 500 kvadrat metr yandı. Məqsəd isə məlumata görə bu ərazidə 4 ədəd çoxmənzilli binanın inşasının aparılmasıdır. Hansı ki, ərazidə elə növbəti dəfə yanğın hadisəsi gecə saatlarında törədilib. 90-cı ildən bu günə qədər buradakı yaşayış binalarının, ona qədər yaşayış binasının bu yaşıllıq istirahət parkı kimi istifadə edilirdi. Sakinlər deyir ki, yaşıllığın məhv edilməsində məqsəd ərazidə yeni yaşayış binalarının tikilməsidir. Burada tikmək istəyirlər, bina tikmək istəyirlər. Onu hamı bilir. Yəni burada proyektə görə bu balaca yerdə 4 bina tikmək istəyirlər. Ağacları sıradan çıxarmaq üçün təkcə yanğın törədilmir. Bir neçə dəfə sağlam ağacların kök hissəsinə xüsusi maddə töküldüyü də aşkar edilib. Paraşokla xlor töküblər ağacların altına. Bu çökmüş ağaclar var. Yuxarıda 2 dənə böyük tut ağacı, böyük, əmməli başda çox böyük tut ağacı, onu da qurutdular. Ərazidə 30 il ərzində sakinlər tərəfindən ümumilikdə 500-ə yaxın meyvə və dekorativ ağaclar əkilib. İddiaya görə bina tikmək istəyən şəxslər son 5 il ərzində ağacları qurutmaq üçün hər yolu əl atıblar. Yaşıllıq əraziyə çəkilmiş su xətti də sıradan çıxarılıb. Vacib suyu kəsdilər. Su yoxdur. İndi hamı öz evindən su çəkmişdi, öz ağacları sulamaq üçün. Bəs sözgedən yaşıllığa qənim kəsilən kimlərdir? Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, yanğın hadisəsi Nazirlik tərəfindən də araşdırılır. Təbiətə dəymiş ziyanın ödənilməsi üçün ağacları yandıran şəxslərin müəyyən edilməsi istiqamətində işlər görülür. Xətai rayonu Gəncə prospekti 25 ünvanında yaşıllıq sahədə baş verən yanğın zamanı 28 ədəd ağac və kol bitkisi yanaraq məhv olub. Araşdırma nəticəsində təbiətə 13.440 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub, yanğın baş vermə səbəbinin müəyyənləşdirilməsi, eyni zamanda təqsirkar şəxslərin müəyyən olunaraq barələrində qanunamuvafiq tədbirlərin görülməsi məqsədi ilə toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır. Baş vermiş hadisənin fəsadlarını aradan qaldırması məqsədi ilə yanmış ağacların əvəzinə əkin mövsümdə yeni ağacların əkilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinə və Xətai rayon İcra Hakimiyyətinə müraciət olunub. Xətai rayon İcra Hakimiyyətindən isə bildirildi ki, yanğın olan ərazi sözgedən ünvanda bir neçə yaşayış binasının ümumi istirahət zonası kimi istifadə edilir. Bundan başqa, həmin torpaq sahəsində bina tikilməsi məqsədi ilə həyət rezidensiya İcra Hakimiyyəti tərəfindən heç bir sərəncam verilməyib. Rayon İcra Hakimiyyəti olaraq o barədə onun kimin üçün hara üçün ayrılması barəsində ümumiyyətlə bu barədə bizdə heç bir məlumat yoxdur. Yəni o yer boş yerdir. O yer insanların istifadə elədiyi yerlərdir. Yəni hər bir insanların orada o məhəllədə o yaşayan cəmaatla istifadə etdiyi yerlərdir. Məlumat sonunda bildirək ki, 6-cı dəfə yanğın olan ərazidə ümumilikdə 100-dən artıq ağac məhv olub. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.